Günümüzdə valideynlər arasında mübahisəyə səbəb olan məsələlərdən biri uşaqlara verilən azadlıq, sərbəstlik məsələsidir. Bir çox valideynlər azadlıq və sərbəstliyi kobud desək özbaşınalıqla, sərhədsizliklə qarışdırırlar. Və hətta bəzən görürük ki, hörmət və şəxsi sərhədlər anlayışlarını uşaqlara aşılamırlar. Biz valideyn olaraq uşaqlara azadlıq, sərbəstlik verməklə necə çərçivələr qoya bilərik? Həmin çərçivələri necə müəyyənləşdirə bilərik və necə qoruya bilərik? Yəni əslində uşağa lazım olan bu sərbəstlik və azadlıq nəyi nəzərdə tutur və nə ilə əhatə olunur? Çox sağ olun dəvət etdiyinizə görə. Mən artıq 15 ildir Montessori pedaqoji sistemlə məşğulam, amma siz danışdıqca mənim yadıma düşdü. Ondan öncə 10 il uşaq bağçam var idi, özəl. Və Bakıda təzə əcnəbilər BP açılmışdı. Halliburton, Bloomberg, Lukoil işçiləri və orada bizim öz vətəndaşlarımız, Azərbaycanlılar artıq uşaqlarını bizim bağçamıza götürəndə günlərin bir günündə bir ana, bir valideyn soruşur ki, biz istirahat günlərini bu əcnəbilərlə bir yerdə keçiririk bəzən və mən fikir verirəm ki, bunların uşaqları nə dərəcədə sərbəst, özünə güvəndilər. Mən də əlimdən gələni eləyirəm ki, mənim uşağım elə olsun, inanırsınız, hər şeyə icazə verirəm. Amma nəsə Mən bir şey qeyd eləyim, bizim valideynlər çox vaxt xarici uşaqlara baxır və deyir ki, bunlar çox müstəqildilər, sərbəstdilər, ağıllıdırlar. Amma onlara deyəndə ki, uşaqlara filan şey tətbiq eləmək lazımdır. Onlar dərhal qarşı çıxırlar ki, yox, bu uşağınızı tərbiyəsiz eləyəcək, hörmətsiz eləyəcək. Yəqin ki, biz hardasa bunu tətbiq eləyəndə səhv eləyirik, nəyisə buraxırıq və ya ümumiyyətlə düzgün tətbiq eləmirik. İndiki zamanda məsələn həddindən artıq çox bizim Bakıda da psixoloqlarımız, nevroloqlarımız, loqopedlarımız məsləhətlər verir uşağın tərbiyəsinə aid və s. Amma onda 20-25 il bundan qabaq elə məsləhət verənlər yox idi. Ona görə valideyn qalmışdı təkbətək məsələ ilə və problemlə. Görürdü ki, əcnəbinin uşağı sərbəstdir, müstəqildir. Öz uşağını da elə ona bənzər etmək istəyirdi, amma alınmırdı. Niyə görə? O elə bilirdi ki, uşağı icazə verməklə hər şeyə onun uşağı müstəqil olacaq. Amma azadlıq və nizam, intizam və qayda bir-birinə zidd olan anlayış deyil. Əslində bunlar bir-birini tamamlamalıdırlar. Və Montessori metodikasında ən böyük bir rol bu məsələ yer tutur. Necə elə etmək ki, mənim uşağım sərbəst, heç kimdən asılı olmasın, müstəqil olsun, amma eyni zaman cəmiyyətin gözəl üzvü olsun, cəmiyyətin qanunu başa düşsün, dəyərləri itirməsin. Tamamilə. Yenə də başlayım, bu məsələlər dərin uşaqlıq dövrünə gedir. Uşaq doğuldu, birinci 6-7-8 ay demək olar ki, o qədər də hərəkət etmir və təzə yeriməyə başlayır. 9-10 ayında artıq ayaq üstə dayanır və 1 yaş, 2 ay, 1 yaş, 3 yaş, 3 ay hər uşağın öz inkişaf sürəti var. Uşaq ayaq üstə durur və başlayır ətraf mühiti və həyatı kəşf eləməyə. Bəli, amma necə? Yalnız gözü ilə, qulağı ilə, ya da dad bilməklə, ya iyi çəkməklə yox, əllə. Hər şey toxunmağı istəyir. Gəlir ananın kuxnyasına, mətbəxinə, o nə əl vurur, bu nə əl vurur, buna biz də deyirik dəymə. Nəysə harası saldı. Dəymə. Bəli. Çünki uşaq azad doğulur əvvəlcədən. Amma biz məcbur edirik
buna əl vurma, ona toxunma, sındırarsan, dağıdarsan, bacarmazsan və s. Yıxılarsan. Bəli, və uşağa məhdudiyyət veririk. İmkan vermirik ki, götürsün və kəşf eləsin ki, bu nədir, materialı nədir, forması nədir, Bəli, çəkisi nədir, bəli, səsi nədir. bəli. Əslində o ətraf dünyanı kəşf eləmək istəyir, maraqlanır ki, necə bir yerdə yaşayır. Biz isə deyirik, dəymə, sındırarsan, bu Bəli. sənə olmaz, yıxılarsan və s. və artıq uşaq elə hiss edir ki, özünü hansısa məhdud və olmazlarla dolu dünyada böyüyür və Bəli. demək ki, gələcəkdə də yəqin ki, hansısa addımları atmaqdan çəkinir, qorxur. Tamamilə. Nəyisə eləmək istəyir, Tamamilə. bir işə girişmək istəyir, qorxur. Çünki daim beynində dəymə, olmaz, bacarmazsan, sındırarsan kimi proqramlaşdırma var. Bilirsinizmi, mən Reels'ın birində deyirdim ki, adi maşın sürmək üçün biz 2-3 aylıq kursa gedirik. İmtahan veririk, nəzəriyyə, praktika və s. Amma bir həyat dünyaya gətirəndə, yəni uşağımızı doğanda biz onu öyrənmirik. Və çox nadir hallarda bəlkə bir kitab oxuyacağıq. O da Həqiqətən uşağın elədir. qayğısına, fiziki qayğısına dayanmaqdan o elə bir kitab. Amma mental cəhətdən biz maraqlanmırıq. Bu uşağın ehtiyacları nədir? Ona görə valideynlər, hörmətli valideynlər, maariflənmək vacibdir. Uşağınızı tanımalısınız. Çünki uşaq tam başqa bir varlıqdır və bizdən çox fərqlidir və bizə uyğun olaraq bizim qanunlarımızla inkişaf edə bilməz. Gərək biz bir balaca onun boyuna enək, onun ehtiyaclarını və tələbatlarını başa düşüb, onunla gözəl göz kontaktı yaradıb, onun inkişafı haqqında fikirləşmək. Maria Montessori deyirdi ki, uşağa bir sevgi bəs deyil. Uşağı tanımaq lazımdır. Amma uşağı tanımaq üçün onu müşahidə etmək lazımdır. Yəni hər bir valideyn gündə 10 dəqiqə oturub uşağını müşahidə etsə, inanın ki, o uşağın haqqında nə qədər biləcək. Və tamam başqa bir insan görəcək. Və uşağın ən əsas ehtiyaclarını görəcək və onun ehtiyaclarına uyğun onun üçün ətraf mühit yaradıb, o ətraf mühiti lazım olan əşyalarla doldurub yox, bir balaca məhz ona lazım olan şeylər və məhz o yaşa əhatə eləyəcək. uyğun. Keçək, üzr istəyirəm, mənim işimə yaxın. Məsələn, sizin uşağınız Montessori mərkəzinə gəlir və birinci addımını atanda müəllimə ona əl yumağa yer göstərir. Burada biz əl yuruq. Bu dəsmaldır, bu dəsmalla biz əlimizi silirik. Bu masadır, masa arxasına mən bu qaydada otururam. Bu oturacaqdır, oturacağı mən yalnız bu şəkildə gətirirəm və bu şəkildə yerinə qaytarıram. Bu, sən maraqlanan əşyadır və sən bunu rəfdən gətirmək istəyirsənsə, mən sənə göstərim necə. Bu sinini mən yalnız bu qaydada götürürəm. Bu artıq çərçivələrdir, bu artıq qaydalardır. Amma uşaq bu qaydaları çox xoş qəbul edir. Çünki qaydaları verəndə yox, olmaz, əl vurma, dəymə, bacarmazsan kimi sözlər işlənilmir. Məsələn, uşaqda nəsə alınmadı. Biz ona deyirik, bugün alınmadı, sabah alınacaq. Uşaqda nəsə çox gözəl alındı. Və biz ona deyirik ki, səndə bugün dünənkindən qat-qat yaxşı alındı. Uşaq fincanı təsadüfən yerdən salıb, stəkan sınır. Bu şüşədir və bu stəkandır və bu sınan qabdır. Artıq sənin təcrübən var. Bu isə sındırmalıdır onu. Su tökülməlidir, bəli, stəkan bizə sınmalıdır ki, o valideynlər anlasın. gəlir deyirlər ki, o bıçaq təbii ki, təhlükəsiz bıçaq. O qədər sizdə şüşə qabı, o qədər nəsə, necəsə uşaq real həyatda olmalıdır, mümkün qədər. Və uşaq bu qaydaları görəndə 2-3 həftədən sonra təzə uşaq gələndə biz görürük ki, bu uşaq təzə uşağa bu qaydaları verir. Bu çərçivələr verilir. Əslində hər bir insana və hər bir uşağa çərçivə lazımdır. Çünki çərçivə
dairəsində özünü aparmaq daha rahatdır. Nəinki Və daha sərhədsiz və daha inamlı və güvənli olur. Çünki bu çərçivə cəmiyyət deməkdir. Yəni cəmiyyətdə, daha kiçik cəmiyyətdə, uşaq mərkəzində, uşaq bağçasında qayda və sərhəd olmazsa nə başlayır? Tərbiyəsizlik, öz başınalıq, hörmətsizlik və s. Ona görə hörmətli valideynlər, biz azadlıq necə gəlir? Hər bir yerdə, evdə və bizim mərkəzimizdə azadlıq seçimi var. O nə deməkdir? Sən azadsan. Kimdən istəyərsən, onunla da işləyə bilərsən. Sən öz seçimini edə bilərsən. Masa arxasında da işləyə bilərsən, rəf üstündə də, yerdə, xalçanın üstündə də. Səni, uşağı özünə xidmət etmək öyrədirik. Bu nə deməkdir? Bu gələcəyin müstəqillik deməkdir. Bu o deməkdir ki, heç kimdən asılı da olmayacaq. Bu yaxınlarda heç kimə möhtac deyil. Bəli, sıra gün bir ana mənə deyir ki, bu nədir? Mənim oğul uşağıma, üzr istəyirəm, siz arvad işlərini gördürürsüz. Bu insan harasa gedəcək oxumağa, onun anası, nənəsi daim yanında olmayacaq. Əgər sən ona öyrətmirsən elementar özünə çay dəmləməyi, tökməyi, özünə heç olmasa rahat yeməkləri bişirməyi, sən bu insanın müstəqil həyata necə buraxacaqsan? Hardasa bəlkə sənin uşağın çox istedadlıdır və xarica gedəcək oxumağa. Biz sizin uşağınız Avropada məsələn, bir özünə dəfə necə fast food xidmət yedi, edir? 10 dəfə fast food yedi. Axı bu özünə bir dənə makaronla düyü qaynada bilsə, qayğanaq edə bilsə, salat da düzəldə bilsə, amma bu salata öyrənməyi hardan gələcək? Ya anadan, ya da olduğu məkandan. Və bir də bu nizam-intizam artıq onda inkişaf etmiş olmalıdır ki, o birdən-birə müstəqil həyata atılanda bu tip işlərdən yorulmasın. Hər bir valideyn uşağı çərçivə qoymaqla azadlıqları da təklif etməlidir. Ona görə hörmətli valideynlər mütləq fikirləşin. Mən uşağıma çərçivə qoyanda, məhdudiyyət qoyanda mən uşağıma nəyi icazə verirəm? Mən uşağıma hansı azadlıq formaları təklif edirəm? Çalışın ki, az olsun, konkret olsun. Yəni təhlükə ilə bağlı məsələlərdən. Məsələn, sən pəncərədən asılı bilməzsən, olmaz. Biz bayıra çıxanda və yolu keçəndə sənin əlin mənim əlimdə olmalıdır. Amma artıq biz playgrounda gəlmişik və burada oyunca meydançadır. Və sən burada hər bir şey eləyə bilərsən. Tullanırsan, qaçırsan, hoppanırsan, gölməçə içində oyna, əllərinlə oyna, yarpaqlara əl vur, torpağı toxun. Bunun üçün müəyyən bir geyindirməli valideyn. Olmaz ora getmə deməkdənsə, rahat yuyulan kombinezon, rahat yuyulan ayaqqabı alırsan, rezin ayaqqabı alırsan və uşağa icazə verirsən ki, o həyatdan zövq alsın. Və uşağınız hiss edəcək ki, siz onun ehtiyaclarına hörmət edirsiniz və siz onun tələbatlarına qarşı bir şəxsiyyət kimi onu görüb icazə verirsiniz. Həmçin deyərsiniz, bəs evdə, indoors, mətbəxdə siz salat doğrayırsınız, icazə verin, uşağınız o kartofu təmizləsin. Bunlar necə də xoşlayırlar bu kartofu təmizləmək. Bu yumurtanı, pişmiş yumurtanın qabığını soymaq. Öz məişət həyatımıza onları da daxil eləyirik. Bu da bir məşğuliyyət. Bəli, inanırsınız ki, ayağa dolaşmır artıq uşaq. Uşaq o qədər can atmır oyuncaqlara, nəinki ananın qab-qacağına və məişət, mətbəx əşyaları və s. Ana neyinir, mən də onu eləmək istəyirəm. Artıq özünü böyük hiss eləyir və siz ona desəz ki, sən məsələn bir həftə 3 gün kartof təmizləyib, 5 gün yumurta təmizləyib. Artıq onu doğramağı da öyrətmisiniz və onu da bacarır. Bu sənin üçün kartof, bu yumurta, bu qədər duz tökərsəz, duzu ayrı tökürsüz. Bu yağı da üstdən tökərsən,
atı üçün salat hazırlanmısan, atı evə axşam gələndə uşaq elə qürurlu bu salatı ona təqdim eləyir ki, mən sənin üçün. Ata da xoşbaxtdır ki, balası onu fikirləşib. Uşaq da özünü çox böyük və inamlı və bacarıqlı. Valideyn uşağın birinci tərbiyəçiləri və müəllimləri olmalıdır və ev uşağın birinci təhsil ocağı olmalıdır. Bir də bir şey qeyd eləmək istəyərdim. Daha yaxşı olar ki, biz sadəcə uşağın əl çatan yerlərində onun üçün təhlükəli olan şeyləri qoymayaq. Məsəl üçün, əgər bir şey o sındırıb yaralana bilərsə, əgər sənə əziz bir şeylər varsa, onları sadəcə uşağın əl çatmaz yerlərinə qoysaq və həmin əl çatan yerlərə uşağa maraqlı gələcək nələrsə qoysaq, hansılarla ki, oynaya bilər, kəşf edə bilər, aça bilər, bağlaya bilər və s. Onda uşaq həm məhdudiyyətli olmayacaq, amma həm də ətraf mühiti rahat kəşf eləyə biləcək. Bu böyük bir mövzudur. Dəqiq desəm, evdə olan uşaq üçün yaranan ətraf mühit və sizin uşağınız heç bir məkana getməmiş, 3 yaşa qədər evdə inanın ki, o qədər lazım olan təəssürat ala bilər ki, çox geniş bir şəkildə inkişafı keçsin. Təbii ki, uşaq mütləq harasa getməlidir və inkişaf etməlidir. Kiçik cəmiyyət, qaydalar, başqa uşaqlar, sosiallaşma, kommunikasiya. Amma ana uşağı üçün evdə mütləq şəkildə düzgün ev şəraitini yaratmalıdır. Uşaq açacaq bu qapıları. Meblin də qaplarını, şkafların da qaplarını hazır olun ona. Onsuz da bunlar hamısı müvəqqətidir. Mənim trenerim deyirdi ki, all is temporary. Sizin uşağınız bu dövrü yaşayacaq və böyüyəcək. Ona görə əhəmiyyət verin bu dövrə və başa düşün ki, sizin uşağınıza xoş və lazım olan təəssüratlar lazımdır. Ona yox, olmaz sözü nadir hallarda deməlidir. Amma o maraqlanan mətbəxdə o qədər lazım olmayan təhlükəli əşyalar var ki, siz məcbursuz ya bu qapları bağlayın, ya da bu şkafları açıb ona lazım olan əşyalarla doldurun. Yəni sizin marağınız olsa, hörmətli valideynlər, bunun haqqında zəng də edə bilərsiniz mənə, yaza da bilərsiniz və olan məlumatı mən sizə göndərərəm, ya şifahi, ya da yazılı şəkildə. İcazə versəz, yenə dərin uşaqlıq dövrünə gedərdim. Hətta belə, uşaq ananın bətnində olarkən tam ən gözəl şəraitdə olur. Birincisi, yüksək rütubətlik. İkincisi, hərarət, qaranlıq, səssizlik, hətta belə yemək də molekular formada gəlir. Uşaq doğulur, güclü stres, amma lazım olan stres. Və doğulandan sonra çox yad bir mühitə düşür, səslə dolu, işıqla dolu, quruluq, acıyanda da hərəkət eləməlidir. Montessori gözəl tədqiqatçı olub. O uşaqları 60 il ərzində müşahidə edib. Körpələri hətta. Və çox gözəl deyib ki, bu uşaq xaosa düşürsə, xaos bir dünyaya, valideynin borcu onun həyatını maksimal qədər aydın eləməkdir. Aydınlaşdırmaq, reallaşdırmaq, nizamlandırmaq, cədvələ salmaq və s. və qorumaq. Yəni körpəni qorumaq lazımdır. Və uşaq mümkün qədər birinci aylar ana, ata, baba, nənə, dayı ola bilsin ki, bəzi vaxtlar əmi, dayı, xala, bibi, okey. Yəni uşağa yadlar lazım deyil, çox. Bu nə deməkdir? Az olsun. Nə üçün? Məqsədi var. Uşağın beyni qarışmasın.
Uşağın təəssüratları çox olmalı deyil. Sonra uşaq böyüdükcə uşağın əşyaları çoxalır. Paltarı, ayaqqabısı, oyuncağı, hətta belə lazım olmayan paltar, oyuncaq və s. Və bu haqda deyirlər ki, nə qədər az olsun, o qədər də yaxşıdır. Hər bir uşağın artıq o yeriyəndən sonra, adətən 1 yaşdan, 1 yaş 2 aydan sonra öz rəfi olmalıdır və öz güşəsi olmalıdır. Masası, oturacağı və rəfi. Bu əsas 3 predmet, təbii ki, yataq yeri, lowbed, onun haqqında biz sonra danışa bilərik, bura qarışdırmayım. Masa, oturacaq və rəf. Rəfin üstündə əvvəlcədən qoyulur, 2 mərtəbəli olsa yaxşı olar. 1 yaşlı uşaq üçün nəzərdə tuturam. Bir kitab, bir maşın, bir kukla və bir nə ola bilər? Ya konstruktor, ya piramida, ya çox sadə puzzle. Hərəsindən bir dənə. Uşağınız bu oyuncaqlarla, əşyalarla oynayır. Yəni gətirir və siz onu öyrədirsiniz. Oynayandan sonra yerinə qaytarmaq azdır o axı. Rahatdır. Və uşaq onunla kifayət qədər oynayıbsa, siz o kitabı dəyişdirirsiniz. O puzzle dəyişdirirsiniz. O konstruktoru dəyişdirirsiniz. O oyuncağı da dəyişdirirsiniz. İkinci partiyaya gəlir. Uşağın səviyyəsinə də uyğun, yaşına da uyğun. Uşaq artıq öyrəşir, götürdü, işlədi, oynadı, yerinə qaytarır. Və siz hər əşyadan artıq 2 qoya bilərsiniz. 2 oyuncaq fərqli, 2 kitab, 2 konstruktor, 2 puzzle. Artıq uşaq özü də nizam, intizamı bildi, oynadım, qaytardım və o polka genişlənə bilər. Yəni 3 əşyada, o 3 kitabda ola bilər, 5 puzzle-da ola bilər. Çünki sizin uşağınız artıq qaydaya düşüb. Amma qaydaya nədən düşüb? Sadədən mürəkkəbə. Düzdür, başlamısınız bir dənədən. Ümumilikdə Oyuncaqlara aid danışırıqsa, uşağın paltarı nə qədər az sayda olsa, o qədər yaxşıdır. Bu nə deməkdir? Uşağın paltarı çox ola bilər, amma onlar sizin üçün hansısa bir rəfdə ola bilər. Uşağın öz balaca şkafı ya qarderobu varsa, məsələn, payız ayına aid siz onun üçün 2 kalgotka qoyursunuz, 2 batinka qoyursunuz, 2 sviter, 2 şalvar, 2 kurtka. Və siz uşağınızda deyirsiniz, balası get özün seçim elə. Hansı şalvarı giyəcəksən və hansı botu götürəcəksən. Siz uşağı neyinirsiniz? İnanırsınız, həvalə edirsiniz, etibar edirsiniz, öz seçimini etsin. Sizin uşağınız nə hiss edir? Artıq mən böyükəm, ana mənə icazə verir. Mən bu seçimi özüm edirəm. Halbuki uşaq gecə yatanda siz onun çox paltarı olan yerdən lazım olanı çıxardıb asırsınız ya da qoyursunuz. Və lazımlı olan əşyalar olanda artıq uşağım yayda qış papağı ilə çıxmaq kimi bir hallar yaşanmır. Onun üzərində isterikalar yaşanır. Bəli, hər gün valideynlər mənə deyirlər ki, bağçaya gəlmək üçün göz yaşları o qədər tökülür ki, amma bu məsləhəti verəndən sonra göz yaşları da qutarır və artıq uşağın özgüvənliyi formalaşır. Çünki ana deyir ki, bu seçimi sən özün etmisən, sən artıq böyüksən, sən artıq bacarırsan. Və ya nəsə, ümumi bu çox gözəl məsləhətdir. Bir də mən düşünürəm. Paltar, əşya, oyuncaq, başa düşürəm, imkanınız çoxdur və siz uşaq üçün hər həftə Lego alırsınız. Amma çox xeyirli demək deyil, nə də ki az ziyanlı demək deyil. Artıq o Legolar kisədə ya qutularda çox eybəcər bir vəziyyətdə və yığılmamış qalırlar. Heç bir xeyri yoxdur. Çünki ata daha çox xoşlayır bu Legonu yığmaq, nəinki uşaq. Mən oxumuşam ki, hətta uşağın bir oyuncağı olsa, o onunla doyunca oynasa, ikinci bu tip oyuncağı yoxdursa, o başlayacaq həmin oyuncaqla yeni oyunlar düşünməyə ki, o oyuncağı özü üçün maraqlı eləsin.
Yəni İstedad qıtlıq təfəkkürü. belə uşaq üçün xeyirli ola bilər. Uşağın fantaziyasının, təxəyyülün yetişməsi üçün, inkişaf etməsi Mütləq. üçün azlıq əslində onun üçün daha xeyirlidir. Bəli, yəni Oyuncağım azdır. Bu dəfə bu oyuncaqlarla nə oynaya bilərəm? Necə təsəvvür eləyə bilərəm ki, mənə maraqlı olsun və bu azlıq onu daha çox inkişaf etdirəcək gələcək həyat üçün. tamamilə. Bunu bilirsiniz nə deyirik? Yenə də bu vəziyyəti valideyn yaratmalıdır uşaq üçün və sizin sözünüzə qüvvət, valideyn uşağa imkan verməlidir ki, uşaq darıxsın. Darıxmaq gözəldir. Darıxmaq gözəldir. Nə üçün? Uşağın istedad təfəkkürü formalaşır. Bu Bir də fikirləşməyi, düşünməyi öyrənir mütləq. məncə. Nəysə baxıb təhlil eləməyi. Bu günlərdə öyrənir. hələ vermişdim elə bir Reels'da mövzu. Uşağı darıxmağa imkan verin. Yəni darıxanda nəyisə yaratmağa məcburiyyətində qalır. Özünü əyləndirmək məcburiyyətində qalır və onun təxəyyülü bəli, kreativliyi formalaşır. Məsələn, mən öz uşaqlığımı yadıma salıram. Ana darıxıram, heç ana mənə fikir də vermirdi, öz işinə məşğul olurdu. Axırda gedirdim öz otağımda və doğrudan da nəsə yaradırdım. İndi yadıma düşdü. İndi yadıma düşür. İndiki zamanda nöş elə deyil. Restoranda oturmusunuz, deyirsiniz, əşi biz nahar eləyirik də uşağa iPad verin. Evdə otururuq, deyirik ki, mənim vacib zəngim var, ona iPad ver, səsi çıxmasın. iPad vermə, göndər otağına, otursun, darıxsın. Nəyə görə Və iPad-ı öyrənsin. vermə? Çünki iPad-da artıq onun yerinə hər şeyi fikirləşiblər və yaradıblar. Və sizin uşağınız yalnız ona baxır. Şəkillər bir-birini əvəz edir və heç bir şeyi oradan öyrənmir. Onun yerinə fikirləşiblər də, yaradıblar da və ona hazır bir vəziyyətdə veriblər ki, özü də əylənməsin, gözü əylənsin. Sürətli dopamin, bəli, və sürətli dopamin bilirsiniz nəyə götürür? Çox böyük bir asılılığa götürür. Başqa asılılıqlara Bəli, yol bəli. açır. Hətta belə əzəllər işləməyəndə atrofiya olurlar. Beynin də neyronları ölür. Mən özüm fikir vermişəm ki, bəzən mən nəyisə məşğulam, məsəl üçün mətbəxdə yemək bişirirəm, qızım darıxır. Nəyisə oynayırdı və artıq oyun ona maraqlı gəlmir, o mənim ayağımdan yapışır, mən də ona fikir vermirəm, deyirəm ki, nənənsə məşğul ol, mən öz işimə davam edirəm. Və baxıram bir müddət sonra, o sadəcə oturub uzaqlara baxır. Mən başa düşürəm ki, o düşünür. Və bu mənim çox xoşuma gəldi ki, artıq bir insan, şəxsiyyət düşünməyi öyrənir burada. Müşahidə eləyir, həm sakitçiliyi dinləməyi öyrənir, anda olmağı öyrənir. Montessori'də sükut dərsi keçirilir. Zamanla 7-8, bəzi vaxtlar 10 dəqiqədə tuta bilər. Müəllimə deyir, indi bu bir dəqiqənin içində biz danışmayacağıq. İnanırsınız, təzə gələn uşaqlara necə də çətin gəlir, ay Allah, fırlanır, yer tapmır özü üçün. Amma sonra gəldikcə zamanla mən görürəm, müşahidə edirəm ki, o uşaq elə bir həzlə gözlərini bağlayır ya da gözlərini bağlamamış belə uzağa baxıb nəyisə fikirləşir. Axı o zaman, o dəqiqələr, o anlar onun beynində nə bir iş baş verir ki, beyni necə işləyir. Ya hətta belə uşaq heç nə fikirləşmirsə də o daha gözəldir. O lap yaxşıdır. O imkan verir ki, beyni boşalsın və recharge olunsun. Redownload olunsun. Yenilənsin və müəllimə çox vaxtı deyir ki, əlinizi qoyun ürəyinizin üstünə məsələn. Siz ürəyinizin döyüntüsünü hiss edirsinizmi? Elə bir oyun da etmək olar uşaqla. Siz balanızı məsələn oturub deyirsiniz ki, biz indi səninlə bir maraqlı oyun oynayacağıq. Məsələn, sükut dərsindən başlamırsınız. Siz başqa cürə etmək istəyirsiniz. Oyun oynayırıq. Əlləri dala qoyur, arxaya qoyur. Siz iki dənə daşı bir-birindən vurursunuz, amma arxadan. Gör bu səs sənin nə yadıma salır sənin?
neynir? Beyni işləyir. Ya da kağızı şıq 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 Hə, şıq. bizim kağız Görəsən eləmiş. arxanızda belə. Bir anda siz deyirsiniz, gəl bir yanıma gəl. Uşağınızı qucaqlayırsınız və deyirsiniz, mən sənin ürəyin tıpıltısını eşidirəm. O da deyir, mən də sənin. Ya bir dənə qulaq as mənim ürəyim. Ya bir dənə qulaq as mənim mədəm qırqır necə və s. Bu Belə həm gözəl bağlar yaradır. Bu anlar çox gözəl bağı yaradır. Çox. Ananın artıq belə hansısa zaman bir başı ağrıyanda uşaq onu duyur və onu başa düşür və yaxında o empatiya və gələcəkdə formalaşdırır. anaya, valideynə qayıtmaq istəyir, Bəli, əlaqə qurmaq istəyir, bəli. özü zəng vurmaq istəyir, özü şam yeməyinə gəlmək istəyir. Əgər istəyiriksə uşaqlar öz ürəklərində olan sevgi ilə bizə qayıtsınlar, bu bağları biz zamanında özümüz yaratmalıyıq belə anlarla. Bu yaxınlarda bir reels elədim. Uşağın nə yadında qalacaq? Yeməklərin dadı, mətbəxdə olan qoxu. Siz birdən qəfildən dediniz, bugün məktəbə getməyəcəksən. Bugün biz sənin ikinci ad gününü keçirdəcəyik. Ya şəhər kənarı gedirik. Məktəbə getmirsən, ya bağçaya getmirsən. Siz ondan blinçiki necə bişirmisiniz? Atası ondan necə maşını yuyub ya da maşın sürməyi öyrədib. O uşağın yadında qalır. Və elə gözəl anlar bağı formalaşdırır və artıq atanın 50, 60, 70 yaşı olanda ata uşağını yadına salmalı deyil ki, sən mənə zəng eləməmisən, ya nənəvə zəng et. Yadına salmalı deyilsiz. Çünki uşağın ürəyindən, canından, ruhundan çıxacaq ki, nənəm görəsən necədir? Çünki nənəsi daima onun ürəyindədir. Balans tapmaq lazımdır. Onu valideyn gərək hiss etsin və valideyn uşaqla kifayət qədər oynamalıdır da, əylənməlidir də ki, bilsin ki, mən uşağıma yetərli qədər vaxt sərf elədim və mənim uşağım artıq özü-özünə də qala bilər. Yəni balanslı şəkildə yanaşmaq lazımdır. Əyləncə də, birlikdə zaman da, təklikdə zaman da. Yəni o demək deyil ki, mənim uşağım daimi öz otağında da heç xəbərimdə yoxdur, özü-özünü əyləndirir. Xeyr, siz ona vaxt, zaman mütləq ayırmalısınız. Amma ən keyfiyyətli vaxt keçirmək, hansısa bir işlə məşğul olmaq bərabər. Yəni ana mətbəxdə uşaqla, ata isə bağ günləri, istirahət günləri, hələ mən sizə dedim o maşın yumaq, it gezdirmək, playgroundda qaçmaq, tutmaq, tullanmaq, bu birgə keçirilən vaxt keyfiyyətli olmalıdır. İndiki müasir analar çox vaxt deyir ki, işdə oluram 9-dan 6-ya qədər və evə gələndə artıq özümü o qədər vinavadı, günahkar hiss edirəm. O qədər günahkar hiss edirəm ki, uşaq məni gün ərzində görməyib ki, o vaxtı 6-dan 9-a ya 10-a qədər çalışıram, əlimdən gələni edim ki, uşaqla olum. Əslində uşaq günahkarlıq hissini də hiss eləyir. Onu da hiss edir, onunla da sonra və ondan istifadə edir gələcəkdə. Amma deyirlər ki, vaxt az olsun, siz deyərkən saz olsun. Yəni vaxt keyfiyyətli keçməlidir. Elə ana var ki, 24/7 uşaqla keçirdir vaxtı. Düzdürmü? Amma keyfiyyətli deyil. Amma o keçirdiyi vaxt heç də keyfiyyətli deyil. Ona görə siz uşaqla 2-3 saat ərzində də cəmi vaxt keçirdirsinizsə, siz o vaxtı elə planlaşdıra bilərsiniz və elə keyfiyyətli keçirdə bilərsiniz ki, uşaq kifayət qədər sizin diqqətinizi və sevginizi də alıb sizdən doyub rahat şəkildə yatmağa gedəcək və daima yadında saxlayacaq ki, anam axşam gələndə elə yaxşı əyləndik, elə gözəl kitab oxuduq, elə yaxşı çimizdirdi məni, onu hiss eləyəcək. Bəlkə ola bilsin ki, duymasın, amma hiss eləyəcək o da. Bir də mən fikir vermişəm ki, haçan ki mən öz qızımla
az da olsa keyfiyyətli bir zaman keçirsəm, yarım saat onunla həqiqətən maraqla oynasam, həmin gecələr qızım 100% rahat yatır. 100% rahat yatır. Və burada mən belə başa düşürəm, əgər yuxu problemi varsa, buna da nəzər yetirmək olar ki, bəlkə sadəcə ünsiyyət çatışmazlığı var. Amma 7-dən sonra sakit davranış, işıqları yarı söndürürsüz, soft line qalsın və ritual şəklində hamam prosedurları, kitab oxuma mərasimi və artıq yatan yerə getmək də uşaq artıq yuxulamalıdır və heç kimin ixtiyarı yoxdur uşağın cədvəlini gəlib birdən pozsun. Bayaqdan söhbətimizdən mən belə başa düşürəm ki, Montessori uşağa yanaşmadır. İnsana yanaşmadır. Sırf hansısa tətbiq, oyuncaq deyil. Yəni mən uşaq inkişaf barəsində oxuyanda, analığa hazırlaşanda, məlumat alanda Montessori sözü ilə tez-tez qarşılaşırdım. Və hətta adicə oyuncaq almağa gedəndə belə mənə deyirdilər ki, bu Montessori oyuncağıdır, xeyirlidir və mən onları alırdım. İndi başa düşürəm ki, sırf oyuncaq almaqla, tətbiq almaqla, ləvazimat almaqla bu Montessori olmur. Montessori həmin əşyaya, oyuncağa, ləvazimata yanaşma və insana yanaşmadır. Yəni siz bir söhbətinizdə dediyiniz kimi bir qələmin belə uşağın inkişafında böyük rolu var. Montessori sistemində qələmin az olmağı, bir qrupda qələmin az olmağı uşaqda həm səbir, gözləmə bacarığını, həm iradə hissini, özünü toplamaq, növbə anlayışını, özünü toplamaq, başqasına nə isə istəməyi bacarmaq. Sadəcə qələmin qrupda az olmağı bir uşaqda necə fərqli bacarıqları inkişaf etdirə bilir və bir qələm necə böyük rol oynayır bütöv bir sistemdə. Montessori fəlsəfədir. Montessori həyat tərzidir, düşüncənin bir formasıdır, bir istiqamətdir. Və təbii ki, Montessori oyuncağını almaqla heç kimin uşağı Montessori olmayacaq, Montessori balası olmayacaq. Yalnız uşağınızı tanıyın, bilin, bilmək üçün müşahidə edin, onun ehtiyaclarına, tələbatlarına uyğun şərait yaradın və fərq eləmir. Uşağınız Montessori'də böyüdəcək, Montessori valideyni olacaqsınız ya yox. Siz müdrik valideyn olsaz, o kifayətdir. Müdrik valideyn nə deməkdir? Ümumi məktəbə qədər uşağın yaş dövrünə aid psixologiyasını bilmək və uşağını tanımaq. Bunlar kifayətdir. Bəziləri zəng vurur və deyir ki, mənim imkanım yoxdur. Bu mərkəzə uşağımı götürüm. Mən o zaman deyirəm ki, kifayətdir siz yaxşı ana olsaz, amma yaxşı analığı öyrənmək lazımdır. Bəzi kəndlərdə elə gözəl tərbiyə almış. Elə əsl Montessori bəlkə də orada qarşılaşmaq olar. Niyə görə kənddən, rayondan gələnlər Bakıda elə gözəl və elə tez assimilyasiya və adaptasiya olunublar ki, universitetdə çalışır, axşamda işləyir, toylara da gedir, çox şəhər sayaqdır, özünü aparır da, geyinir də. Çünki məişət işlərini elə gözəl bacarır. Və müstəqil buraxılıb lazım olan yerdə. Bunu artıq bacarır, onun problemi yoxdur, gündəlik işlə. Daha çevik olur. İzləyicilər düşünə bilər ki, biz deyirik ki, sırf Avropalılar, xaricilər düzgün tərbiyə edir. Mən düşünürəm, biz qeyd eləməliyik ki, biz də Qərbdə gördüyümüzü, Avropada gördüklərimizdən sadəcə yaxşılarını götürməliyik. Biz görürüksə, əgər həqiqətən onlar yaxşı idarəçidirlər, onlar cəmiyyətdə daha məsuliyyətlidirlər, onların növbə anlayışı var, onların şəxsi sərhədlər anlayışı var, öz dəyərlərimizlə, ailə dəyərlərimizlə, özümüzün də bir şərq baxışımızla bir tandem şəklinə gətirərək, birləşdirərək
daha da gözəl cəmiyyət qura bilərik. Məsələn, biz əcnəbi mahnıların bildikcə Üzeyir Həcibəyevi, Qara Qarayevi, Fikrət Əmirovu unutmuruq ki, eyni zaman tərbiyədə də gözəl ənənələrimiz var. Gözəl oturub durmaq, hörmət etmək və s. Ailə bağları mən əslində çox xoş duram. Mütləq şəkildə. Amma mümkün qədər kimi lazım olanı biz inteqrasiya eləməliyik. Nizam, intizam da əlavə eləsək, bəli, ideal bir biz Montessori deyəndə mən demirəm ki, gəlin İtalyanlar kimi yaşayaq ya nəsə. Mən deyirəm ki, gəlin çalışaq ki, uşağımız səbirli olsun, təmkinli, növbə gözləməyi bacarsın, özünə xidməti bacarsın, ətraf mühitə xidmət etməyi bacarsın, sadə məişət işlərini bacarsın. Sərbəst olsun, müstəqil olsun, heç kimdən asılı olmasın, fikrini yürütsün. Biliyə qarşı həvəsli olsun, hər şeyə qarşı marağı olsun, nitqi inkişaf etsin, böyüyə anaya hörmət etsin, ananı, atanı duysun, hiss etsin. Yəni burada bizim dəyərlərimiz yoxdur. Hərəsinin içində bizim dəyərlərimiz var. Doğru. O zaman bizim cəmiyyətimiz də, dövlətimiz də bunun içində daha da çox inkişaf olacaq. Əminəm. Sizinlə çox xoş idi söhbət eləmək. Mən düşünürəm ki, biz sizlə bir daha görüşməliyik. Çünki bu söhbətlər o qədər maraqlı və genişdir ki, müzakirə olunacaq hələ bəzi mövzular qalıb. Təşəkkür edirəm. Çox sağ olun. Dəvət etdiyinizə Yenə görüşərik. Hansı bir valideynin hansı bir sualı olsa, bizə gəlməsə də, amma məsləhət lazımdırsa, hər zaman 055 774 71 41 və mən Aysə xanım hər zaman şad olaram sizin sualınızı eşidib ona cavab verim. Təşəkkür edirik. Sağ olun.